Ya da 2 yıl kalmışsan. Niye sana zabit rüşvesi vermeyipler? General O kıymetlendirebilmeyip ben sana leytinat rüşvesi verdim. Bugün bu merasimden sonra leytinat vagonlarını buna verirsin. Ali Başkanım, komandanımız, güzel Melike Ahmedova serpil rüşvesi huzuruna geldi. Tabii ki de. Möhtərəm prezidentimiz, mən artıq 7-ci ildir ki cəbhədəyəm. Səngər qardaşlarımla, o qartal igidlərlə çiyin-çiyinə dayandığım üçün fəxr edirəm. 3 qardaş itirmişəm. İkisini didərgin düşdüyümüz Ermənistanda itirdim. 2 qardaşımı Yaqubla Sayadı. Qəbirləri əsirlikdədir. Sonra isə 3-cü qardaşım Kamandarla and içdik. And içdik, neçə ki torpağımız yağı tapdağındadır. Neçə ki yurdumuz düşmən əlindədir. Biz onu xilas etməliyik. Qardaşımla ikimiz qələbə sorağı ilə getmişdik. Qardaşım Kamandar Fərrux dağında şəhid oldu. Ancaq mən bunun üçün heç vaxt kədərlənmirəm. Mən məğrur dayanmışam düşmən önündə. Mən cəbhədə Kamandar kimi neçə qardaş tapmışam. Neçə sevdaş tapmışam. Mən isə şahid kimi hələ də yaşayıram və qələbə sorağı gözləyirəm. Mən sizə söz verirəm, bu yoldan dönməyəcəyəm. Qələbə torpağı gətirməyincə. Çox sağ olun sizə, öz minnətdarım. Evet. Sen çok yaxşı net söylədin. Ama sen niye indiyə qədər bir belə pulu verirsən, ya da 2 yıl kalmışsan? Niye sana zabit rüşvesi vermeyipler? General O kıymetlendirebilmeyip ben sana leytinat rüşvesi verdim. Çok sağ olun, mən sevdim. Onu da deyim ki, mənim şəhid qardaşım Kamandar leytenant rütbəsinə çatmışdı, ancaq o rütbəni ala bilmədi. Gəldi 3 aydan qardaşım kəşfiyyat komandiri olubdu. Mən də onlar 2 dəfə əsir yurdumuza dönmüşəm və qardaşlarımın əsir torpaqlarından götürmüşük, bir ovuc gətirmişəm. Həmən torpağı qardaşım dedi, Mələkə saxlayaq. Anam çox nigarandı, bir şey olsa anamın qəbrinə səpərik. Ancaq elə gəldi ki, qardaşım Kamandar şəhid oldu. Yaqubla Sayadın qəbrindən götürdüyüm torpağı onun uçundan qəbrinə səpəsi oldu. Və 3 qardaşı bir qəbirdə birləşdirdim. İndi mənim ürəyim rahatdır ki, 3 qardaşım bir qəbirdə, bir məzarda, Şəhidlər Xiyabanda uyuyur. Mən həmişə oranı ziyarət edirəm. Və çox sağ olun.